danışılmayan bir problemdir. Bu, həm fiziki, həm psixoloji səbəblərlə bağlı ola bilər, amma son illərdə məlum saytların, yəni pornoqrafik məzmun təqdim edən platformaların bu vəziyyətin artmasında böyük rolu olduğunu görürük. Bu videoda erkən boşalma ilə məlum saytların əlaqəsini dərindən araşdıracağıq. Məlum saytlar gənclər və böyüklər arasında asılılıq yaradan vərdişlərə səbəb olur. Bu saytlar real həyatdan çox fərqli səhnələr göstərir və insan beynində qeyri-real cinsi gözləntilər formalaşdırır. Beyin bu süni stimullara alışır və real həyatdakı normal cinsi əlaqədə eyni həzz və stimul olmadığı üçün nəzarət itir. Nəticədə erkən boşalma kimi problemlər ortaya çıxır. Yəni, kişi bədəni və beyni arasında yaranan bu uyğunsuzluq onu çox tez reaksiya verməyə məcbur edir. Bu prosesdə əsas rol oynayan hormonlardan biri dopamindir. Dopamin həzz və motivasiya hormonu olaraq beynin mükafat sistemində işləyir. Məlum saytların istifadəsi zamanı dopamin çox yüksək səviyyədə ifraz olunur və bu, beyindəki dopamin reseptorlarının həssaslığını azaldır. Bu isə real həyatda normal stimullara qarşı bədənin cavabını zəiflədir, yəni həzz hissi azalır və kişi daha tez reaksiya verir. Başqa sözlə, məlum saytların yaratdığı süni dopamin bombardmanı erkən boşalma problemini daha da dərinləşdirir. Bundan əlavə, məlum saytların yanında çox vaxt tələsik, gizli və stres altında edilən masturbasiya vərdişi yaranır. Bu, bədən üçün sürətli boşalma modelini möhkəmləndirir. Beləcə, real həyatda, məsələn, partnyorla münasibət zamanı kişi artıq avtomatik olaraq həmin sürətli boşalma refleksinə malik olur və bu da öz növbəsində emosional narahatlıq və özgüvən itkisi ilə nəticələnir. Səbir və davamlılıq isə ən vacib amillərdəndir. Bu dəyişikliklər dərhal nəticə verməyə bilər, amma zamanla kişi öz bədənini daha yaxşı tanıyacaq, boşalma üzərində nəzarətini bərpa edəcək və cinsi həyatı daha keyfiyyətli olacaq. Nəticə olaraq, erkən boşalma çox vaxt məlum saytların yaratdığı süni təsirlərdən qaynaqlanır. Bu vərdişlərdən uzaqlaşmaq, təbii həyat tərzinə qayıtmaq və bədəni zehni balanslaşdırmaq problemin həllinin əsas açarlarıdır.